Bugün demokratiya standartına görə Türkiyə ilə yox, Myanmarla siyahıda bir yerdəyik, Yəmənlə siyahıda bir yerdəyik. Bəli, həmin o müxalifət tapa bilmədiyiniz Özbəkistanla bir yerdəyik. Və üstəlik, sözü siz açdınız, xoşum gəlir. Siz sərbəst, səmimi, açıq danışırsınız. Mən də açıq cavab verməyin tərəfdarıyam. Üstəlik Azərbaycan müxalifətinin bir problemi də var ki, belə azad olmayan ölkələrdə nə qədər varsa demokratik düşərgənin adamları, vətəndaş cəmiyyəti adına, azad mətbuat adına, onlar da baxırlar ki, əgər bu şərtlər altında hansısa müxalifət qalıbsa meydanda, təslim olmayıbsa, ağ bayraq qaldırmayıbsa, bütün bu məhrumiyyətlərə dözürsə, mən də ona dəstək verim. Mən bunu hər yerdə müşahidə varmışam. Tunisdən Gürcüstana qədər, nə bilim, Misirdən Ermənistana qədər. Bircə Azərbaycanda bu əksinədir. Azərbaycanda bu meydanda qalan, ağ bayraq qaldırmayan, hər cür məhrumiyyətə dözən müxalifət neçə illərdir ki, hər iki tərəfdən zərbə alır. Niyə? Onu siz bilməlisiniz. Niyə Yox, siz deyin? mən bilmirəm. Siz bəlkə bir cavabınız var, niyə? Bu mövqedə olan adamların biri siz olduğunuz üçün sizin cavabınız olmalıdır. Mənim işim hamını sorğulamaqdır. Yox, bir dəqiqə. Mən sizə izah edirəm ki, özünüz dediyiniz bizimlə müqayisə olan ölkələrdə mənim hesabatım deyil ki, Azərbaycanın 16 ən repressiv ölkədən biri olması haqqında. Siz o hesabatlara inanırsınız? Həmin o hesabatlarda mən sadaladım ki, bizim qonşumuz Yəməndir, Myanmardır, Belarusdur, Rusiyadır, Özbəkistandır. Heç birində bizim kimi müxalifət yoxdur. Siz sadalayın ki, o 16 ölkənin hansında bizim kimi müxalifət var. İndi bizim kimi müxalifət varsa, kəfəni boynunda, həbsxanalar yollarında qalıb, işgəncələrdən keçir. Sizin kimi vətəndaş cəmiyyəti aktivistinin mənəvi borcudur ki, o müxalifətə dəstək olsun. Yoxsa ki, siz pensiya gedəcəksiniz. Mənim media olaraq heç kimə dəstək vermək öhdəliyim yoxdur və hətta qadağandır. Yox, azadlığa səhv yanaşmadır. Azadlığa dəstək vermək borcunuz var. İndi azad mətbuatın bugün CNN-in, Washington Post'un, New York Times'ın deməyə haqqı var ki, mənim ixtiyarım yoxdur, mən Zelenskinin müdafiə edeyim, yoxsa Putinin müdafiə edeyim. Mən ona da 5 dəqiqə vaxt verirəm, ona da 3 dəqiqə vaxt verirəm. Deyə bilər onu. Səhv yanaşmadır. Elə bəlkə də Azərbaycan cəmiyyətində, vətəndaş cəmiyyətinin, azad mətbuatın bəzi təmsilçilərinin səhvi oradan başlayır ki, onlara elə gəlir ki, neytrallıq yaxşı ilə pisin ortasında durmaqdır. Mənim üzvü olduğum jurnalist şəbəkəsi həm də Zelenskinin korrupsiyası barədə araşdırma eləyib. Ona görə yəni biz o başqa məsələ. Mən demədim ki, Zelenski toxunulmazdır. Yox, amma deyə bilməz ki, heç bir azad mətbuat təmsilçisi mən qarışmıram, Putin bilər, Zelenski bilər, ona da sual verirəm, buna da sual verirəm. Elə deyil. Həqiqət heç zaman haqla haqqın düz ortasında olmur. Haqq var, nahaq var. Əzən var, əzilən var. Həqiqət əzilənin yanındadır. Haqqın yanındadır. Əzilən xalq